bizim gözlərimizdən pərdələr çəkilsə, biz İmam Rza əleyhissalamın burada bizə salam verdiyini görərik. Bizi qarşıladığını görərik. Alimlərdən biri olur, gəlir İmam Rza əleyhissalamın ziyarətinə, onlar bəsirət əhli olan insanlar olur. Gözlərindən pərdələr çəkilir, İmam Rza əleyhissalamın surətini görür. Olan hadisədir. İmam Rza əleyhissalamın surətini görür ki, yaşıl əbada, yaşıl əmmamədə bir şəxs ki, gəlir və həmən o şəxs bir-bir yaxınlaşanlara kağız verir. Belə kağız verir, əmənnamə verir. Mənə də maraqlı gəldi, yanında olan xidmətçidən soruşdum, dedim, Əli ibn Musa Rzadır, dedi, bəli. Dedi, bəs o ağa nə paylayır belə kağız, hamıya kağız verir belə. Dedi, özü gələcək, özündən sual edərsən. Dedi, mənə də yaxınlaşacaq. Dedi, məgər sən onun zəvvarı deyilsən? Dedim, bəli, mən onu ziyarət üçün gəlmişəm. Dedi, özü yaxınlaşacaq. Elə bir şəxs yoxdur ki, zəvvar yoxdur ki, İmam Rza əleyhissalam ona yaxınlaşmasın. Deyir, gözlədim, İmam Rza əleyhissalam gəldi, yaxınlaşdı mənə, dedi, xoş gəlmisən, əziz zəvvarım. Bu qədər yol qət eləmisən, gəlmisən. Allah səni cəddin Peyğəmbərlə məhşur eləsin. Belə dua eləyir İmam Rza əleyhissalam, daha sonra isə ona bir vərəq uzatır. Götürür o vərəqi, həmən o alim baxır, deyir, ağa, anam, atam fəda olsun sənə, nədir bu vərəq? Ağa buyurur ki, bu vərəq əmənnamədir. Cəhənnəmdən qorunmaq əmənnaməsi. O kəslər ki, mənim ziyarətimə gələrlər, onlara cəhənnəm odu haramdır. Məni ziyarət eləməyə gələrlər, cəhənnəm odu haramdır. Dedim, mənim kimi ləyaqətsiz birinə, ağacan sən yaxınlaşıb bu əmənnaməni verirsən, ağa buyurdu ki, təkcə sənin təfəkküründə olan insanlar yox, hər kəsə mən bu əmənnaməni verirəm. Cənnətə daxil olmaq üçün kağızdır. Bunu qoruyub saxlamaq lazımdır ki, o günahlarla o kağızı yandırmayasan, aradan aparmayasan. Daha sonra isə əlavə olaraq 2 dənə də çıxartıb kağız verdilər. Dedim, ağa, bu nə kağızdır 2 dənə əlavə? Dedi, bu 2 dənə də kağız gəlmişdi səni yola salmağa. O 2 nəfər var idi, səni yola salmağa gəlmişdi. Onu da onlara verərsən. Onların imkanı olmadı, gəlib məni ziyarət eləmədilər. Amma onlara da cəhənnəm odu haramdır. Bilsinlər ki, mən onlardan xəbərdaram. İndi hər biri bizə İmam Rza əleyhissalam əmənnamə verəcək. Cəhənnəmdən qorunmaq əmənnaməsi. Cənnətə keçmək üçün bir kağızdır bu. Çalışın o kağızı yandırmayın günahlarla. Aradan aparmayın.